Salam dostlar, kanalıma hoş gəlmisiniz. Yay tətilində düşündüm ki, dərs videosu yerinə fərqli bir video hazırlayım. Bilirsiniz indi mən hardayam? Bizim rayonumuz Masallı olduğu üçün yay tətilində bura gəlmişəm. Bugün sizinlə birlikdə Masallı rayonunun Bədalan kəndindəki məktəbin həyətini gəzəcəyik. Yayda məktəb həyətində olmaq başqa bir duyğudur. Hər yer sakit, təmiz havası və s. Gəlin birlikdə bu anı kəşf edək. Baxın, bura məktəbin həyətidir. Burada məktəb binası bütün əzəməti ilə görünür. Şəhərdə məktəblər adətən binaların arasında qalır, amma kənddə belə geniş ərazidə yerləşir. İndi həyətin digər tərəflərinə keçək. Bura məktəbin yan tərəfidir. Görürsünüz, yolun qırağında necə qəşəng yaşıl ağaclar var. Sanki nəbatat bağını xatırladır. Sentyabrda dərslər başlayanda uşaqlar bu yolla dərsə qaçırlar. Həyət uşaq səsləri ilə dolur. Amma yayda bura tam istirahət yeridir. Baxın, Bədalan kənd tam orta məktəbinin əsas binası buradır. Bu məktəbin çox böyük tarixi var və buradan ölkəmiz üçün çox dəyərli, savadlı insanlar yetişib. Onlardan Harvard Universiteti məzunu Fuad Zərbiyev kimi tanınmış ziyalını, 14 yaşında Azərbaycan Tibb Universitetinə daxil olmuş göz həkimi, professor Müşfiq Kərimovu və digər gözəl mütəxəssisləri misal çəkmək olar. Onlar vaxtilə məhz bu məktəbdə oxuyublar. Kənd məktəbindən belə uğurlu insanların çıxması biz uşaqlara böyük motivasiya verir. Yəni çox çalışsaq, biz də böyük uğurlar qazana bilərik. Məktəbdən danışdıq, amma yay tətili eyni zamanda əyləncə deməkdir. Məktəbin həyəti o qədər rahatdır ki, burada velosiped sürmək üçün çox maraqlıdır. Bədalan kəndində günümü daha çox belə açıq havada idman edərək keçirirəm. Bəs siz tətildə gününüzü necə keçirirsiniz? Şərhlərdə bunu qeyd etməyi unutmayın. Baxın dostlar, məktəbin arxasında belə böyük yaşıl bir meydança da var. Bura uşaqların futbol oynadığı, qaçqızlıqda oynadığı yerdir. Şəhərdə belə geniş otluq ərazi tapmaq çox çətindir, amma kənddə hər addımda təbiətlə iç-içəsən. Bura isə məktəbin bağça hissəsidir. Ağaclar meyvə ilə doludur. Rayonun ən dadlı tərəfi də budur. Gəzərkən təbii meyvələr görmək olur. Burada ürəyiniz istəyən meyvəni tapmaq demək olar ki, mümkündür. Həm havası təmizdir, həm də hər tərəf yamyaşıldır. Şəhərin sirli havasından bir müddət uzaq durmaq çox faydalıdır. Bədalan kəndini və bu məktəbi gəzmək həqiqətən çox xoşuma gəldi. Mən hər il yayda Masallıya gələndə belə maraqlı yerləri kəşf etməyi sevirəm. Ümid edirəm, sizin üçün də bu gəzinti maraqlı oldu. Dostlar, bugünlük videomuz bu qədər idi. Əgər videonu bəyəndinizsə paylaşmağı, bəyənməyi və kanala abunə olmağı unutmayın. Kanalımı izləyin. Növbəti yay videolarında görüşənədək hələlik.